Mühit həmişə deyirdi ki, bu hərbiçi peşəsi elə bir peşədir ki, bu peşəyi seçəndən sonra gərək ya general olasan, ya şəhid olasan. Kaptan Orucov Mühit Kurbanoğlu. Evet. Sarı Mağara Başkomandan Kaptan Orucov. Tebrik ederim. Sağ ol. Mühidin sinif yoldaşıyım, həm də ki, Mühidin qardaşlığıyım. Elə uşaqlığımız bir yerdə olub, bir yerdə də böyümüşük, bir yerdə də birinci sinifə getmişik. Bizim kənd sərhəd kənd olduğuna görə o vaxt hərbiçilər var idi bizim kənddə. 92-ci ildə düşmən tərəfindən bura atılan mərmilər, atılan güllələri biz görmüşdük də, ona görə də bu peşəni seçdim. Tağım komandirindən 2006-cı ildən 2016-cı illər kimi tabor komandiri vəzifəsinə kimi ucalıb. Öz yoldaşlarının arasında da orada hərəsinin öz ləqəbi var, öz adı var. Bunun da adı Mixailo idi. Qisas alırdı deyən, ona görə də Mixailo adı verilmişdi ona. Mühit Orucov 3 aylıq kursa, Türkiyə kursa getmişdi. O Türkiyə kursunda birinci yerə götürdüyünə görə, birinci yer olduğuna görə Türkiyə prezidenti cənab Tayyip Erdoğan ona Azərbaycan Aslanı adı vermişdi. Bir də ona təltiflər eləmişdi. Əvəz olunmaz kəşfiyyatçı olub həqiqətən. Biz Mühit Orucovun davamçılarıyıq.